Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugünkü suallarımızın izahına keçid alaq. 215 onluq say sistemində verilir. Deyir ki, bu sayda tələbə imtahan vermişdir. Onlardan yalnız ikili say sistemində verilmiş bu ədəd qədər tələbə uğurlu nəticə əldə etmişdir. Deyir ki, neçə tələbə imtahandan keçməmişdir. Deməli, bu bizə verilən imtahandan keçənlərin sayıdır. İndi mən bu 215-dən həmin bu veriləni çıxıb yerdə qalanı tapmalıyam. Harada tapmalıyam? Onluq say sistemində. Deməli, ümumi nə qədərdir? 215 onluq say sistemində. Uğurlu nə qədərdir? Onu tapaq. 1, 1, 0, 0, 0, 0, 1, 1, ikili say sistemində. Bunda necə yazırdıq? 1, 2, 4, 8, 16, 32, 64, 128 şəklində. Daha sonra nə edəcəyik? Nömrələdikdən sonra bunu hesablayırıq. Hansıları hesablayırıq? Hansının altında 1 varsa onları götürüb hesablayırıq. 128 üzərinə gələk 64. Baxın, düzmü yazdık. 1, 2, 4, 8, 16, 32, 64, 128. Demək, sıfırların üzərindən xət çəkirik. Yerdə qalan qalır 2 plus da 1. Bu nə elədi? 128 üstünə 64 gələndə elədi 192. Üzərinə də 5 3 gəlsəm eləcə 195. Harada onluq say sistemində. 215 nəfərdən 195-i uğurlu olub. Deməli, uğursuz nədir? Uğursuzu tapsaq, bu ümumidən 215-dən uğurlu olanı çıxmalıyıq. 195. Nə qalır? 195 çıxsam 0, 20. Deməli, 20 nəfər şagird uğursuz nəticə göstərmişdir. Bir rəqəmləri verilmiş şəkildə olan mövqeli say sisteminin əsası nəyə bərabərdir? Əsas nə deməkdir? Əsas o deməkdir ki, yəni mənim bu say sistemində bu qədər rəqəm var. 8-lik say sisteminin əsası niyə 8-dir? 8-lik. Çünki orada 0, 1, 2, 3, 4, 5, 6 və 7 olmaqla ümumi saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə rəqəm var və ya simvol da deyə bilərsiniz. 8 dənə rəqəm var. İndi mənim burada neçə dənə simvolum var? 1, 2, 3, 4, 5, 6. 6 dənə simvolum varmı? Var. Deməli, bunun əsası nədir? 6-dır. Başqa formada da izahı var bunların. Necə ki, 0, 1, 2, buna 3 deyirlər, buna 4 deyirlər, buna da 5 deyirlər. 5 hansı say sisteminin ən sonuncu rəqəmidir? 6-lıq say sisteminin. Belə də deyə bilərsiniz. Amma elə göründüyü kimi mən yerində hamısını saydım. Neçə dənə simvolum varsa, deməli bu say sisteminin əsası da həmin simvolun sayına bərabərdir. Keçirik növbəti misal nümunəmizə. Bu isə qraflarla bağlı olan açıq tipli sual idi. Bunu variantsız göndərmişəm sizə. Qraf informasiya modelinə əsasən bir təpəsindən 7 təpəsinə, 3 təpəsindən keçməməklə. Yəni mən bu 3-ə gələn və 3-dən çıxanların hamısını silirəm. Hansı ki 3-ə gəlir, onu silirəm. 3-dən çıxanı da sildim və salam. İndi gedirəm həll eləməyə. 1-dən hara getməliyəm? 7-yə getməliyəm. 1-dən 1 çıxdı, 1-dən 1 çıxdı. 2-yə 1 gəldi, 1 çıxdı. 5-ə 1 gəldi, 1 çıxdı. 4-ə 1 gəldi, 1 çıxdı. 6-ya biri buradan, biri buradan. 2 gəldi, 2 də çıxdı. 7-yə 1 buradan, 2 də buradan. Nə oldu? 3. Deməli, mən 3 müxtəlif yolla gedə bilərəm. Gəlin yoxlayaq, hansı yollarda onlar görək. 1-dən gedərəm 2-yə. Baxın belə 2-yə.
2-dən 5-ə, 5-dən 7-yə. Bu oldu bir yolum. Daha sonra 1-dən gedərəm yenə 2-yə. 2-dən 5-ə, 5-dən 6-ya, 6-dan 7-yə. Bu oldu ikinci yolum. 1-dən gəlirəm birbaşa 4-ə, 4-dən 6-ya, 6-dan da 7-yə. Bu da oldu mənim üçüncü yolum. Baxdarsanız başqa heç bir yolumuz yoxdur. Çünki oxumuz bir istiqamətlidir. Bu sualda bizi nə gözləyir? Deməli, mən bu əməlləri burada verildiyi qaydaya əsasən ardıcıl yazmalıyam. Burada nəyi başa düşməliyəm? Bax, nə verib mənə? Əvvəlcə buranı həll edirəm. A plus 4. A üstə gəl 4. Yazıram A üstə gəl 4. Bunu mötərizəyə alıram. Niyə? Çünki ümumi üstəgəlin üstündə vurulsun yazıb. Niyə buradan çıxarıb burada vurma 3 yazsaydı, 4-ü təkcə 3-ə vurardım. Amma ümumi toplamanın üzərinə gəlib burada vurma yazıb. Nəyə vur deyir? 3-ə vur. Vururam 3-ə. Sonra nə edirəm? Buranı yazandan sonra ortaya bir dənə minus işarəsi qoyuram. Sonra gəlirəm aşağıya. Burada nə deyir mənə? Deyir ki, ümumi vur nəyə? 2-yə. Yazdım 2, burada bir dənə də mötərizə açdım. Gəlirəm aşağı. Mötərizənin içində nə yazmalıyam? B üstə gəlinsin S. B üstə gəl S. Yazıram B üstə gəl S. Və salam. Verilən qiymətləri də yerinə qoyuruq. S'yə 2 deyir. S'yə də 3 deyir. Birin üstünə 3, 5. 5-i də vursam 3-ə. Birin üstünə 3, 5. Əla. Birin üstünə 4, 5. 5-i vursam 3-ə eləyəcək 15. 15-dən çıxıram nəyi? 2-nin üstünə 3 gəlsəm 5. 2-ni də 5-ə vursam eləyir 10. 15-dən də 10-u çıxsam 5. Sualımızın cavabı 5-dir. Həll eləmək qismi çox rahat idi, bəli, amma bu əməlləri yerinə düzgün qoymaq lazımdır. Adicə bir mötərizəni belə yazmasaq, bu sualımız səhv cavab ala bilər. Keçirik, bu tipdən işləmişik əslində. Bu biraz daha fərqli olmasıdır. Deyir ki, məlumat üzərində bir neçə əməliyyatlar yerinə yetirilmişdir. Okay. İlk olaraq ASCII əlifbasından 16 simvolu əlifbaya çevrilmişdir. Gəlin bunu bir həll edək. Görək hardan hara keçir, neyiniyib burada, nə başına gəlib bu məlumatın, bu faylın. ASCII-də bir simvolum, ASCII-də bir simvolum, neydi o qoydu? Bir simvolum nə qədər yer tutur? 1 byte veya 8 bit. Düz deyirsiniz. Sonra deyir ki, 16 simvollu əlifbaya keçib. 16 simvollu əlif. Bunun adı ASCII-dir. Bunun adı 16 simvollu əlifbadır. Burada bəs bir simvol nə qədər yer tutur? 4 bit dediyinizi eşitmək istəyirəm. Deyirsiniz? Deyil. 4 bit yer tutur. Deməli, bunun həcmi nə qədər azalacaq? 2 dəfə azalacaq. Düzdür. İndi deyir ki, bunun yarısı silinib. Düzdürmü? İndi mən bu həcmi, bax, həcm var idi də, məndə düzdür. Həcmdə mən burada yuxarıda 8 bitə vururdum. İndi vururam 4 bitə. İndi isə vururam, bura keçəndən sonra 4 bitə. Deməli, mənim həcmim nə qədər azaldı? 2 dəfə azaldı. Həcmimi böldüm 2-yə. Düzdür. İndi deyir, bunu da elədik. Deyir, yarısı silinib. Yarısı silinibsə, bir dənə də 2-yə bölürəm bu həcmi. Ən sonda isə deyir, 20% arxivləşdirilib. 20% arxivləşdirilibsə, hər hansı, bax, bu həcm məndə 100%-dir. Normalda. Əvvəl 100% idi. Neçə idisə, o 100% hesab olunurdu. Mənim bu həcmim 20% arxivləşib. Yəni 20% azalıb. 100-dən də 20-ni çıxsam nə qalar? 80 qalar. İndi mən bunun 80%-ni tapmalıyam. Vurulsun 100-ə. Və ən sonda deyir ki, bütün bu əməliyyatlar, bura qədər elədim hamısını. Bu əməliyyatlardan sonra ümumi həcm 20 byte olub.
20 byte olur. Onun ilkin həcmi neçə bit olmuşdur? Neçə bit olmuşdur deyirsə, mən bu tərəfi də byte-ı bitə çevirmək üçün avtomatik vururam 8-ə. Daha sonra nə edirəm? Çarpaz şəkildə burada 80 ilə 100 getsin, 20-yə getsin. 20-yə getsin nə eləyir? 4 dəfə, burada da 5 dəfə. Düzdür. 4 ilə də bunlar getsə, eləyəcək 5. H-ım, 4 ilə getdi də, hə. İndi mən H bərabər olacaq 5 vurulsun, 8 vurulsun, 20. Bu da nə eləyəcək? 8-i vursam, bu eləyir 100, bu da eləyəcək 800 bit. Byte-la soruşsaydı 100 byte olardı. Amma bit-la soruşduğuma görə cavabım olur 800 bit. Dinlədiyiniz üçün təşəkkür edirəm. Videomu bəyənməyi unutmayın.